Salam əziz dostlar, hörmətli kanal izləyiciləri, hər birinizin kanalımıza xoş gördük. Bugün mən Tərlan, sizlərə Bina qəsəbə satçılığı arasından salamlayıram. Gününüz uğurlu olsun. Əzizlərim, 4 otaqlı, 1,5 sotda, yarı təmirli, belə səsləndirsə daha məqsədə uyğun olar. İçəridə otaqlarını tanış olacaq. Belə gözəl görünüşlü evin çəkilişindəyik. 110 min start qiyməti də əvvəlcədən deyim. Yəni bu vəziyyətdə verilir. Artıq heç bir iş görülmür. Təcili satışa çıxıb 110 min start qiymətidir. Real arasında razılaşma olar. Bəzi işləri qalıb. İndi o həm zövqə görə, həm ev sahibinin büdcəsinə görə dayandırıb işi. 1,5 sotda paket kupçalıdır. Bina qəsəbəsi açılıqda. Tahiroğlu inşaatı keçəndən sonra Araz marketdən bir tin qabağa sol tərəfdən yoldan da 150-200 metr məsafədə yerləşir. Həyəti bax gördüyümüz kimi elə bu formadadır. Evin üz görüşü çox qəşəngdir. Dizayn olaraq gözəl görünüşü var. Podvalına da keçmək olur. Formadadır qapısı, həyət qapısı. Həyəti də qəşəng tarsofda olunub. 4 otaqdır. Keçək, tanış olaq. Ya Allah, salam əleykum. Abo işi görülüb, laminat qalıb, qapılar, bir də ki, sanitar sanuzellər, bir-iki işlər qalıb, kombi xətləri çəkilib. Bura bizim dəhliz. Dəhlizdə məsəl üçün, görürsünüz, tamam işıqlar qoyulub. Sağ tərəfdə mətbəxdir. Bura bizim mətbəximiz. Bu hissə də zaldır. Zalda da işıqlar qoyulub. TV stand də yığılıb. Qalıb yerin, belə deyim də, laminatı, qapılar, bunlar qoyulmalıdır. Printusda bir də ki, radiatorlar qoyulacaq. Burada bir kiçik yataq otağıdır. Burada böyük yataq otağı yerləşir. Üçüncü yataq otağı. Normal ölçüləri var. Nə böyüdür, nə kiçikdir, normal ölçülərdir. Və sanitar sanuzel. Təbii ki, buranın qapısı və aksesuarları qalıb. Belə tam hazırdır. Demək olar. Bəzi işləri qalıb. Belə əzizlərim. Yəni bu vəziyyətdədir. Artıq digər işləri görülməyəcək. Kim istəsə artıq qapı rəngidir, laminat rəngidir, aksesuarlardır. Zövqə uyğun qoya bilər bunları. 110 min start qiyməti paket kupçalıdır. Evin də torpağında çıxarışı var. İstəyən olsa əlaqə saxlaya bilər əzizlərim. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti çəkilişlərdə görüşmək ümidi ilə. Sağ olun.